Salam qardaşlar, görürsünüz bu gözəl insanı, baxın. Ey maşallah. Gedirik, inşallah təşəkkür götürək gedək. Rəşad dayı, necədir vəziyyət, əziz qardaşım? Ey maşallah, maşallah. Allah bu kişiyə can sağlığı versin. İşte görürsünüz kişilərlə bax bir yerdəyik. Gözəl qardaşımız, dostumuz, mənim hörmət elədiyim kişilərdən biri Famil qardaşım. Onunla beraber Rəşad kişi buradadır, Elçin Abbasov buradadır, Təşəkkür qardaş buradadır. İnşallah bu da onun göyərsinlərdir, görürsünüzlər. Famil xeyirli olsun, ay Famil. Sağ ol. Rəşad ki, səni də xoş gördük bir daha. Allah cana ömür versin, Allah can sağlığı versin. Elçin qardaşım, bir daha görüşdük, xoş oldu. Bu da bizim dəyərli dostum. Aleyküm. Maşallah olsun. Famil dırnaqlar bəlkə olsun. Allah malına bərəkət versin. Amin. İnşallah Famil bizim bu ilk iştirakçımızı Allah'ın izniyle 6 göyərsin yarışında iştirak edəcək. İnşallah qismət olsa yaxşı uğurlu nəticələr gözləyirik Famildən. İnşallah. Salam əziz dostlar, əziz izləyicilər. Hamınızı bir daha salamlayıram. Hardan? Bizim dəyərli dostumuz Saraylı balası Famil qardaşımızın həyətindən. İnşallah Famil qardaşımız 6-lıqda iştirak edəcək Allah'ın izniyle. Düzdür, çox ağır məsuliyyətli bir orada şərtləri var, yarışın şərtləri var. Bildiyiniz kimi 5 saatın üstündə 3 kuş protokola çıxacaq. Əks təqdirdə yəni ikinci gələn quşun 5 saatdan artıq olmaması deməli uçuşun ləğv olması deməkdir. Ona görə də bu məsuliyyətli işə qoşulan bu qardaşımızı bir daha uğurlar diləyirəm. Bu qardaşımıza xeyirli uğurlu şarj edirəm göyərsinlərinə. İnşallah inanıram ki, yaxşı nəticələr verib bizlərin hər birini sevindirəcək. Famil, xoş gördük bir daha qardaş. Elxan müəllim, xoş gəlmisiniz. Salamlayıram sizi. Hamıya uğurlar arzulayıram. Nə demin, inşallah yayda nə olar göstərək də gücümüzü. Famil, maşallah olsun, quşların demək olar ki, sağlamlığı yerindədir. Allah xeyirli, bərəkətli eləsin inşallah. Özün necə hazırlaşmışsan, o barədə danış, hava haqqında danış, hansı havaya uyğundur, bax sənin olduğun bu məkan. Elə yeri var ki, biz biraz əvvəl, məsələn, Səlyanda olan iştirakçımız, dəyərli dostumuz Xıdırıdan da, yəni daha doğrusu Turalgildə o tam sakit havanı seçir. Onun quşları ona uyğundur. Elçin qardaşım da mənimlə bərabər idi. Yəni orada da o şahid oldu. Özü də bilirsiniz ki, çəkilişdə deyib. Sizdə, səndə hansı hava uyğun gəlir? Göyərçinlərə hansı havaya uyğunlaşdırırsan? Adətən elə adamlar var ki, onun quşları ilə gilavara da yaxşı uçur, xəzriyə də yaxşı uçur. Sən inşallah necə hazırlaşmısan? Yəni bu quşlar hansı havaya uyğunlaşır? Bir dənə zəhmət olmasın. Vallahi gilavara da uçurlar, xəzriyə də uçurlar. Daha yaxşı xəzri mehində daha yaxşı uçurlar. Bu zona yerində daha yaxşı uçurlar. Sakit havada, yəni küləksiz havada. Yüngülvarı meh olsun. Yüngülvarı meh olsun. Xəzri meh. Bəs eləyir. Biraz əvvəl elə bir çəkilişdən qabaq təşəkkür qardaşım o barədə danışırdı. Təşəkkür əziz qardaşım, səni də xoş gördük. Sağ ol, mən də hamını salamlayıram. İnşallah sən də bir iki kəlmə zəhmət olmasa deyil. Mən bir də hamını salamlayıram. Familə də Allah xeyir versin. Yarışda yaxşı nəticələr görsün. Maşallah heyvanlar da yaxşıdır. Maşallah olsun, dırnaqlar bərk olsun. İnşallah uğurlar arzulayıram. Çox sağ ol. Xatırladım ki, Təşəkkür qardaşımız İl Federasiyanın deməli üzvlərindən biri seçilib və nəzarət komitəsində nəzarətçi hakim heyətinin üzvüdür. Uğurlar, Təşəkkür qardaş. Bu ilə çətin, məsuliyyətli bu işdə sənə uğurlar arzu edirəm. Ədalətli qərarlarla, vicdanlı qərarlarla inanıram ki, hər kəsin ürəyinə yol tapacağıq. İnşallah. Allahın izni ilə bizim bu işdə dürüstlük olacaq. Bəli, bəli. Ancaq suluq eləmişik, bundan sonra da davam edəcəyik. Yolumuz birdir, o da düz yoldur. Bəli, bəli. Ancaq dürüstlük. Allah razı olsun. Çox sağ ol. Sağ ol qardaş. Və bizim daha bir iştirakçımız Rəşad kişi. Bir dənə zəhmət olmasın. Qoy yerimizi dəyişirsən. Yazdım ki. Qumluğumuz var ora, maşallah. Bizim dəyərli dostumuz Rəşad kişi buradadır. Rəşad kişi, xoş gördük. Xoş gününüzü gələk. Rəşaddan olan Rəşad kişini də salamlayıram. Familə uğurlar arzulayıram.
bütün iştirakçıların hamısına uğurlar. Sözüm qarışıq. Ha, maşallah. Bəli, mən sizə Allah hamısına yaxşı şans versin, yaxşı uçuş versin. Kim yaxşı hazırlaşacaq ki, o da aparacaq birinci. Bəli, qalib bir nəfər olacaq. Kim ağıllı. Kuşu yaxşı olsun, özü yaxşı hazırlaşsa yaxşı olacaq hamısı. İnşallah. Hamısına uğurlar, qoy yaxşı olsun. Çox sağ ol əzizim. Allah razı olsun sizdən də. Xatırladım ki, Rəşad Lökbatanlı bizim bir neçə dəfə yarışlarımızda qeydiyyatdan keçib. Uğurlu nəticələri var. Yer tutub, finala qədər irəliləyən bir iştirakçıdır. İnşallah inanıram ki, bu səfər ən yaxşı yerlərdən, yəni ona layiq olan yerlərdən birini tutar. İnşallah əzimkar, mübarizə aparan adamdır. Yaşından asılı olmayaraq, həqiqətən də mübarizəçi bir insandır. Allah can sağlığı versin Rəşad kişi. Sağ ol, sağ ol. 12-likdə yer alıb, 12-likdə birisi ki 10 quşun hesabı ilə Rəşad kişi qoşulub. İnşallah inanıram ki, uğurlu nəticələr olar. Lökbatana buradan salam olsun. Əleyküm, əleyküm. Sağ ol. Əziz qardaşlar, İnşallah Elçin qardaşım da buradadır. Abbas. Salam aleyküm. Bütün sabah Ramazan bayramıdır. Bir gün bayram günləridir. Bütün Azərbaycan xalqının, Azərbaycan Göyərçinlər Federasiyasının üzvlərinin, dostların, bizi sevən, izləyən insanların müqəddəs Ramazan bayramını ilk öncə salam, təbrik eləyirəm. Onları salamlayıram. Oruz namazları, ibadətləri qəbul olsun deyirəm. Famil qardaşımıza, Saraylı balasına uğurlar arzulayıram. İnşallah yaxşı nəticələrlə qarşılaşsın. Belə quşlara gəldik, baxış keçdik. Mən özüm də bu il yarışmaçıyam. Düzdür, mən 12 quşun yarışmasındayam. Famil qardaş 6 quşun yarışmasındadır. Yəni bizdə artıq hər kəs bilir ki, Azərbaycan Göyərçinlər Federasiyası bu il yenilik eləyibdir. 12 quşdan əlavə 6 quşun A və B kateqoriyalarına bölübdür, yarışın keçirir. Famil qardaşımız 6 quşda mübarizə aparacaq meydanda. Allah onun işlərini rast gətirsin, uğurlu nəticələr qismət eləsin. Çünki bura meydandır, mübarizədir. Təbii ki, bir nəfər qalib olacaq. Amma bizdə 40-dan çox demək olar yarışması var. Hamısı da bir-birinə sidq ürəklə uğurlar diləyir. Bayaqlarım Rəşad əmi də hər kəsə uğur dilədi. Mən də Rəşad əmin o gözəl dualarına qoşuluram. Familə bol-bol uğur arzulayıram. Çünki yəni başqasının uğuruna sevinməsən, heç özün də elə fikirləşirəm ki, uğura çata bilməzsən. Bəli. Ona görə əlhəmdülillah Allah hamıya yaxşı nəticə qismət eləsin, içində də bizə inşallah. İnşallah. Quşlara da gəlincə yerli quşlardır. Bir faktı nəzərə çatdırmaq istəyirəm. Bu Famil qardaşım burada quşun içində 1-2-3 dənə qarabaş cinsi olan göyərçinlər var. İzləyicilər elə başa düşməsinlər ki, yəni yarışda ya qarabaş uçurulur, ya o quşlar Famil onu. Gördüyünüz kimi ağlardır, boz quyruqlardır, boyungüllülərdir, bir tükdür, zirəlilərdir. Digər damdakı orta boz quyruqlar, kül quyruqlar, kül boz quyruq deyirik biz ona. Onlar hamısı yerli quşdur. Bu qarabaşlardan yəni hamı məlumat olsun ki, yəni altına yumurta atılır. Qış fəslində digər quşlar yorğun olmasın deyin, yaxşı quşları yormamaq üçün balaya baxır. Yəni belə deyək də dejurni kimi, fəhlə kimi istifadə edir. Bəli. Bala böyütmək üçün fəhlə kimi də belə istifadə eləyir. Yəni onun qarabaş saxlayan deyil. Oldu. Uğurlar. Çox sağ ol. Abbas, çox səndən Allah razı olsun. Dediyin sözlərə görə çox sağ ol. Mən də minnətdarlığımı bildirirəm. Qarabaş məsələsini dedim ki, qoysa. Əziz dostlar, bir daha xatırladım ki, bizim Saray qəsəbəsindən bax bu gözəl məkandan 2 dənə iştirakçımız iştirak edəcək. Yəni biri Famil qardaşımdır hal-hazırda. Bax gördüyünüz kimi Famil qardaşımdır. Digəri isə bizim Əli Saray ilə həmişə bizim iştirakçılardan biri olub. İnşallah inanıram ki, o da bu il növbətdə yaxşı bir uğurlu nəticə göstərərək Allahın izinə bizləri sevindirər. Bu qədər əziz dostlar. İnşallah çəkilişlərimiz olduqca davamlı şəkildə çəkilişləri YouTube kanalında paylaşacağıq. Xahiş edirəm, abunə olmağı unutmayın. İnşallah bizə mənəvi dəstək odur. Yəni sizin abunə olmağınız, şərhlərdə fəal iştirak eləməyiniz bizim üçün ən böyük dəstəkdir. Sağ olun, var olun. Allah hər birinizdən razı olsun. Dəyərli dostlar, inşallah çəkilişimiz hal-hazırda davam edir. Hardan bax bu gözəl kişinin həyətindən, ocağından.
Famil əziz qardaş, Buyur. ümumiyyətlə bizim tanışdığımız haqqında istəyərdim sən elə özün danışasan. Hardan, necə başlayıb, neçənci ildən başlayıb? Elə qardaşlarımıza da bir tarixi hadisələrin, necə deyərlər, şahidi olması üçün sənin danışıqların bir faktdır inşallah. Biz Elxan müəllimçisi ilə hardasa 2013-2014-cü illərdə belə tanışdığımız, yəni gediş-gəlişimiz o vaxtdan başlayıb. İndi sən bizə gəlmisən, mən sizə gəlmişəm. Səndən də bala götürmüşəm, sən də məndən bala götürmüsən. İndi burada quşların 2014-dən bu yana məsələn uçurdub kəsdiyim, törətdiyim quşlardır. Əsas elə 1-2 cinsdir demək olar, 1-2 cins. İndi düzdür, başqa quşlar da var, yəni uçurtduqlarım əsas 2 cinsdir. Yəni sizə də vermişəm balasından, indi görmüsən, uçurdumusan. İndi görə də şanslıdır, indi kimə şans verə. Həmən vaxtı qorusaydın daha gözəl quşların olardı. Etiraf eləmək lazım. Düzdür, xəstəliklər çox oldu əvvəllər. Məsələn, o vaxtı vaksin zad vurmırdıq. Elə bir ilin əvvəli, bir ilin axırı həmişə qırırdı quşları. Yəni, bu il uçurdub kəsirdik, gələn elə qırılırdı 3 dənə, 5 dənə. Yəni 2 ildir vaksin vurur. Allah şükür bir təhər qoruyub saxlamışıq. Sonra uçan quşların marağı artırılması, səninlə bizim dialoqlarımız. Yəni bu söhbətləri sən həmişə eləmirsən. Yəni bu deyirdin Bakı quşları məsələn itib gedir, batıb gedir. Bunları qaldırmaq lazım. Yəni sağ ol, yəni sən bərpa eləmisən. 90% yəni Bakı cəmaəti içi mən qarşı hamısı enli quyruq, nə bilim bu qarabaş, qırmızı baş, bələncə quşlar saxlayırdı. İndi Allah'a şükür olsun ki, o enli quyruqlar zətdə yoxa çıxıb, qayıdıblar köhnə cinslərə. Düzdür, indiki quşlar lap əvvəlki quşlardan da olmazsa, indikilər də Bakı quşudur. Prosta müasir Bakı quşudur. Əzimkar, əzəmətli o köhnələrdən düzdür var. İnşallah düzdür, qalıb onlardan. Həm 2014-dən, 13-dən qalan quşlardan var. Qardaşlarımızda, ağsaqqallarımızda var. Hətta bir məsələni istəyəm danışım, elə efirə deyəcəm Familin yanına. Deməli, təşəkkür, sən də indi efirə danışırıq. Mən bununla bir neçə dəfə mübahisə eləmişəm. Gəlirdim, görürdüm ki, uçan gözəl göyərsinlərin altında. Atak qarabaşım. Vay, etiraf eləsin. Mən 11 il 12 il bundan qavadan danışıram. Familə dedim ki, Famil, belə eləmədə, əziz qardaş. Bunların qədrini bilmək lazımdır. Bunlar həqiqətən əli. Çünki mən bu verdiyi balalardan özüm götürdüm. Gözləri də var, uçmaqlarla. Onsuz onun üçün maraqlı deyirdi o bala. Ancaq mənim üçün maraqlı idi. Yəni 12-13 il bundan qabaq. Düz deyirəm. Aparıb təzəndən buna, yenidən buna qaydırdım ki, qardaş, onların qədrini bil də. Sən dostum da, yəni bax süfrə arxasındayıq. Çölə kəsirik, qapatır bizə, qardaşlıq eləmiş. Elə efir vasitəsindən deyirəm ki, bax Familin özünə mən hətta mübahisəmiz gəlir çıxdı. Da başlayırdım yaxşı mənada məsləhət verməyə. Saatlarla söhbət edir, 3 saatla, 4 saatla. İki qardaş qədrin bil də, şükür olsun Allaha. Burada düzgün ideya, düzgün fikir və düzgün yolu getməkdə də bir, necə deyirlər, hərəkət lazımdır. Ona görə ki, Allah düzə həmişə bərəkət verir. Şükürlər olsun Allaha, bu günləri onu qazanmışıq Famil. Çox sağ olun. İnşallah qardaşlar, gözəl uçuşlarımız davam edəcək Allahın izni ilə. Bax bu məkandan növbəti dostlarımızı da çəkəcəyik, Allah qoysa sizlərlə, yəni sizlərə göstərməklə biz istəyirik ki, daha gözəl uçuşlarımızı dünyaya meydana, dünya arenasına çıxardaq Allahın izni ilə. Bir daha sağ ol deyirəm. Famil, sən də üzrək sözləri dinən əziz qardaş. Vallahi indi mən 2 dənə yarışa qoşulmuşam. Birində 12 uçurdacam, birində 6 uçurdacam. 12 burada öz kəndimizdə, öz aramızdadır, bir 14-15 nəfərik. Yəni 6 dənə də sizi ilə uçurdacam inşallah. Xeyirli olsun. Sağlıq olsun. Allah xeyir versin. Bax bütün dostlarımıza, yəni bizi istəyən qardaşların hamısına Allah xeyir versin. Qardaşlar, bir daha inşallah bizim dəyərli təşəkkür qardaşımız Balet edir. Maşallah, Allah bərəkət versin. Maşallah olsun. Dırnaqlar bərk olsun Famil. Famil qardaş, xeyirli olsun inşallah. Sağ ol, çox sağ ol. Ha, bir də inşallah bir məsələni istəyirəm çatdıram hamının diqqətinə. Deməli qardaşlar, bizim çoxlu dostlarımız, yəni mən canlı yayımlarda da eşidirəm, görürəm. 12-13 tüklərdən çox danışılır. Bəli, indi quşun əsas iskelet bazasında 12-13 tük, yəni quyruqlu olan göyərsinlər
daha çox belə deyək də keçmişə dayanır. Ancaq o xatırladım ki, bax bu sözü xahiş edirəm hər kəsin nəzərində olsun. 14, 15, 16 tükür elə quşlarımız var ki, maşallah hava qaraldır. Yəni mənim də öz göyərçinlərimin içində var. Digər yaxşı uçuş yarışlarının içində olan göyərçinlərdə də görmüşəm dəfələrlə. Yəni bir də eşidirəm ki, bir qardaşımız var, yəni adını çəkməyəcəm. 15-16 tükləri vardı, onun ləzzətli, elə gözəl kart quyruq quşları vardı. Uçuşlarını da görmüşdüm. Eşidirəm ki, quşları dəyişir. Keçir 12-13 tükə. Qardaş, mən həmən ondakı 15-16 tüklərin uçuşunu görmüşəm. Ləzzət verib, həqiqətən ləzzət verib. Ona görə də xahiş edirəm bu məsələdə əziz qardaşlarım. Uçan quşlarınız 14 də ola bilər, 15 də ola bilər, 16 da ola bilər, hətta sıx 17 də ola bilər. Hansı ki 14-də 13 oxşayır. Yəni bu quş göyərçinləri, yəni siz İnşallah saxlayın, artırın. Hə, onlar bizimkilərdir. Bunlar da Bakı quşlarıdır. İnşallah, yəni bu danışığımızda, yəni bu elədiyimiz işlərdə gördüyümüz bütün hadisələrlə mən bir daha əmin olaram ki, 16-17, 15-16 tüklərimiz qəşəng tuşlar verirlər yarışlarda. Yəni bu danılmaz bir faktdır. Xahiş edirəm bu məsələdə hər kəs yəni biraz diqqətli olsun. 12-yə qaçım, yəni inşallah o fikirdən yayınmaq lazımdır. Yəni mənim də, təşəkkür qardaşın da, digər dostlarımızın da elə uçuş verən yaxşı nəticələrdən biri də 14-15 tüklərdir. İnşallah xeyirli olsun Allahın izni ilə. Yəni o quşları əldən buraxmayaq Allahın izni ilə. Yəni onu demək istirdim. Elə buradan Famil qardaşın həyətindən bunu dedim. Təşəkkür, çox sağ ol sən də. Çəkdin elə məndən, inşallah bunu da deyərik dostlarımıza.